Sizə indi yüzlərlə manat qənaət etdirəcək bir məsləhət verəcəm. Orqanayzer almağa hələ pul xərcləməyin. Əgər evinizdə səliqə yaratmaq istəyirsinizsə, ilk edəcəyiniz iş orqanayzer almaq olmamalıdır. Çünki ən bahalı orqanayzer belə artıq və istifadə etmədiyiniz əşyaları səliqəyə sala bilməz. Əvvəlcə evinizi yüngülləşdirin. İstifadə etmədiyiniz əşyalardan ayrılın. Yəni decluttering edin. Bu barədə əvvəlki videomda ətraflı danışmışam. Yalnız bundan sonra özünüzdən soruşun. Mənə həqiqətən hansı orqanayzer lazımdır? Unutmayın, hər orqanayzer hər ev üçün uyğun deyil. Sosial şəbəkədə gözəl görünən hər məhsul sizin həyatınızı asanlaşdırmayacaq. Əvvəl düzgün sistem qurun, sonra o sistemə uyğun orqanayzer seçin. Beləcə həm lazımsız alış-verişdən xilas olacaqsınız, həm də eviniz uzun müddət səliqəli qalacaq. Reset Sweet Home ilə evinizi daha az əşya, daha çox rahatlıq prinsipi ilə birlikdə təşkil edək.